Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Narkomanla yaşamak qeyri-mümkündür. Allah'a and olsun. Bak dövür beni yeri gelende. Hiç olmazsa gözüm arkada kalmasın. Görümce rahat oldu. Kabirde de yanaram, kül olaram ben. Ben rahatsız kalabilmirdim. Bu vakte kadar değdiğim dalınca sürünmüşüm. Değdiğim dalınca sürünmüşüm. Dövmüşüm de sürmüşüm de evladım da değdiğim oğlum. Değdiyebilirim. Ancak yine de kurban olum sana. Kömeğini yeliyoruz. Şirinliğinden asmak olmur, acılığından unutmak olmur. Yaxın durmasınlar belə şeylərə, Quran and olsun. Yəni, ən mındar şeydir bu. Bunun axırı yəni, göz qabağındadır da. Bu hələ yaxşı variantıdır. Onun dedi kitabını yandırabilmirdim. Bir oğlunuz var, o da belədir. Ay sağ ol, ay Heç sağ ol. kim yoxdur ha? Yok yoktu. Canım. 4 tane kardeşim var idi, hepsi gitti. Hepsi maldan gedibler. Hamısı narkotikdən. Narkotikler, hepsi maldan gedibler, bəli. 17 yaşından elə bir 30 yaşa tatmin var. Hepsi kırılıp gedibler. Şiferi zadı sökmüsən ha? Ha? Bağlı ilə bunun açdı, şiferi var idi, taxtası var idi. Söküb hamısını apardım. Satdım verdim. Sonra deyə bıraxamam tualetdə yəni. Yoxdur, qabım qapıda. Hamısını apardım. Sonra da qışdım onun burada. Gəl gedək. Maman evdə. Bəli. Qazımız da yoxdur. Xoş gəlmisiniz. Hoş geldiniz, ay oğlum. Salam aleyküm. Hemşe siz gelirsiniz. Sağ olun, çok sağ olun. Kesiz. İkisiniz yaşayır. Bir də anam da bilməm bir şey. Anamla ikiniz qalsınız. O da işləmir, pensiya almır. Xəstədir, bir tərəf işləmir. Mən də belə. Neçə vaxtdır belə bu şəraitdə yaşayırsınız ki? 15 il olar. 15 il. Qışda Allah qılab kimi, yəni paltarla otururdum, amma çox soyuqdan beləsin Ha? oldu. Gəl əyləş anan, əyləş. Belə neçə vaxtdır belə bu vəziyyətdə qalırsınız? Oğlum ben bir ilden çoktur. Ha da Mart'ta elə bir oldu da bir Xəstəliyin ilim kimi, Mart'ta bu oldu. evi Yox, bu şəraitdə neçə vaxtdır Ha qalırsınız? bu şəraitte 10 ildir. 10 ildir ha 10 ilden ilden çok sonra. olur belki. 10 il olar. Bir oğul var, benim başımda dair, Turp Əkir o dair, mən dair. Bilmirəm neyniyim. Allah'a and olsun, atmaq istəyirəm özümü. Öldürmək istəyirəm. Niyə də, niyə ana? Neynir ki? Vallahi yaşaya bilmirəm. Narkomanla yaşamak qeyri-mümkündür. Allah'a and olsun. Bak dövür beni yeri gelende. Arka okkada kalıp beni balta götürüp sen koymuştum ben. O gelir, o Mehmet gelir adam. Malın vaxtı. Allah'a and olsun, küçelerde o kadar kaçıp yatmışam ki. Bak beləncədə. O kadar beni incidim, o kadar incidim ki bak burada. Dözə bilmirəm. Oğuz da onun var. Ha yok, ben yıkılmışam elə bir. Elə qapıda Gəzə dəymişəm. bilmir. Başım gidərlənib yıxılmışam. Təzyiq. Davrenim təzyiqdən.
Ya beni götürür bir dəfəli, aparır, asır bir qəbirstanlığa, ya da ki mən beləncədə yaşaya bilmirəm. Ölüm ayağımın altında oğlum, köməkli elə mənə. Başıma dönüm ay oğlum, köməkli elə mənə. Rauf, vəbşi, məsəl üçün malın vaxtı gəlir də, anava qarşı bu cür hərəkətlər edir. Biz indi başa düşürük. Sən özündən asılı deyil, narkotik səni bu günə salır. Ailəndən sonra, eləyəndən sonra peşmançılıq olurmu? Bəli, bəli. Peşman deyəndə ki, mən deyirəm o peşmançılığı, mən döyəndən sonra, məni incidəndən sonra, məni boğulur, bilmirsən nə işlərdən çıxır. Rauf, niyə narkotik eləyirsən? Və yaxud niyə əvvəllər narkotik elədin? Əvvəllər uşaq idim, bilmirdim mən. 17 yaşım vardı. Biz bura Nasosuna gəldik, köçdük Bakıdan. Mən qoşuldum, belə deyək də, qardaş deyirdilər, yaxşı oğlanlarla. Pul, biraz imkan var idi, altımda maşınım zadım var idi. Başladılar birinci nəşədən. Bir dəfə, 2 dəfə. Ondan sonra Cerain var idi, Cerain. Yavaş-yavaş da gəldim, bu günə düşdüm. İndi də metadon suyu içirəm. Bezmişəm, Allah hamd olsun. Mən yaşamaq istəmirəm də. Bu yolda da nə mındarçılıqlar, nə pis şeyler var, hamısını da gördüm bu yolda. Allah heç kimi bu yola yəni, salmasın. Yəni, baxsınlar, görsünlər, yəni, axırı yəni, bundan da pisdir, ya türmədir, ya ölümdür, yəni, yaşamaq deyil, bu canlı meyitdir. Səhər açılır, ancaq zərətqənlə elə bir yaşayırsan. Yəni, olmadı, yəni, yerimdən qalxa bilmirəm mən. Düşürsən anavın canına, ha? Bəli, bəli. Nə deyirsən anava? Yalvar yaxır elə. Pul da, pul. Pul tap, ha? Hə. Vallahi elə gün olur ki, yəni, özü heç çörək yeməyə axırıncı 5 manat pulu, yəni, özü oturur, ac qalır, yəni, mənə verir 5 manat ki, gözün qabağında ölürəm. Özü oturur, ac qalır. Mənə görə, yəni, çox əziyyətlər çəkib. Nail Hacı. oğlum, kurban olum sana. Hacı. Vallahi benim imkanım yoktu. 60 yaşım olacak bir aydan sonra. Ne pensiyon alırım, ne yardım verirler bana, ne sosyal alırım, hiç şey diye bilmirəm. Kur'an'a and olsun bak, konum komşuların ümidine kalmışam ben. Komşu bir defa eləyər adama, 2 defa eləyər çoğu. Üzün sözlerim çıkıp gelirler çok vaxtı. Getirenim yoktu, benim işlemir, elemir. 40 yaşında kişini ana saklıyor. Narkomanların narkoman olmasına səbəb nədir? Birinci, mən elə olmuşam məlumatsızlıqdan. Yəni, bilməzdim ki, yəni, bu axırı, yəni, fəsadları, yəni, beləsinə gəlib olar. 15 ildən sonra belə olarsa. Bəli. Mən birinci dəfə verəndə, ay belədir, ay belə yaxşıdır, ay belə əla şeydir, əla yaxşıdır. Yəni, mən bilməzdim ki, bunun axırı bu yola gətirib çıxarlar. Ondan da sonra da ki, çevirən, yanın görən, yəni, yaxşı olmayandan sonra səni də çəkəcəklər o yola. Çalışmaq lazımdır ki, yəni, yaxşı yolda olasan, pis adamlara qoşulmayasan, pis uşaqlara. Biz Bakıdan gəlib köçəndə Nasosnaya, mən siqaret nədir ki, çəkmirdim heç. 17 yaşım vardı, siqaret nədir çəkmirdim. 17 yaşımaca mən iynədən ən qorxduğum şey, yəni iynə olub da mən 17 yaşımaca iynə dəyilməyib mənə, vurulmayıb.
Mən ona məhtəl qaldım ki, Nail, bu uşaq bunun belə tutub döyüb öldürəklə, yəni iğnə vururduq da, xəstələnəndə, nə bilim nəsə olanda ona xəstəliklə. Mən başa düşə bilmirdim ki, yəni bu özü-özünə iğnə vura bilər. Mən onu biləndə deyirdim, bu yox, siz nə danışırsınız? O iğnədən qorxan adam nətər öz-özünə iğnə vura bilər bu? Getdi, qoşuldu iğnə vurmağa, vay. Heç yatıb yuxuma gəlmədi ki, bu iğnə vurar. Hamısı nədəndir? Yalancılıq, yalandan gizlətmək, hər şey yalan. Gizlədə, bax bu dərəcəyə gəldi, çıxdı. Qızıl qalmadı, paltar qalmadı, televizor qalmadı. Dartdı, apardı, satdı. Bir dənə evimdə televizorum yoxdur. Bir dənə bir şeyim, çöpüm yoxdur evdə. Hamısını satdı, qab qaşığıma qədər satdı. İnan girək ki, bir stakan tapmıram. Stakanın 55'e qədər götürüb aparıb, satdı gəldi üstümə. Verməlisən, çəkdi altından, kalçanı dadı, ver, gedirəm. Düşünəm, ay bala, bunu niyə aparırsan, bunu niyə eləyirsən belə? Döyürdü məni, çıxırdı gedirdi. Bax, belə zülümlər çəkirdim mən. Vurur siz ana. Hə? Vurur, döyür sizi. Niyə döymürdü? Döymürdü nədir? Mən dayı bezmişəm oğlum bunun əlinə. Ya öldürmək deyə öldürə bilmirəm, geri özüm öldürəm orada. Elə bilirsiniz, mənim yaxamı bıraxır, yox. O məni öldürməyəcə qutarmır, çəkmir məndən. Narkotik istəyə gəndə belə olursan elə, hə, Rauf? Gözümü heç nə görsənmirdən, bir dənə nə olur olsun, pul tapım, geyim bir dənə alım. Yox, mən gözündə heç mən görmür, məni öldürür elə. Uzuslar olaraq, kilolarını zatta görər adam. Ucusa dönür də bu adam. Əməlli başlı, nə bilim, necə başlı salmışdı, bilmirəm. Mən özümdən asılı olmur, naməyəm. Bilirəm. Elə bütün, biraz keçəndən sonra, istifadə eləyəndən sonra elə bir otururam ki, bayaqla elədiyim hərəkətdə bu mən idim. Mən inana bilmirəm ki, Allah'ın da olsun, mən inana bilmirəm ki, bayaqla mən bu şeyləri eləyən mən idim. Tamam başqa cürə olandı, yəni, nə bilim, başa sala bilmirəm. Gözümə heç nə görsəm birdən, yəni, hər şey eləyə bilərsən. Hər şey, nə eləmirəm ki, hər şey. Metadon su içirəm, nə bilim, gələm üstündən eləyirəm, axşam araq, nə bilim, hər şey. Gördüyünüz bu yer digər asılılıqlardan əziyyət çəkənləri üçün müalicə mərkəzidir. Azad Həyat Reabilitasiya Mərkəzi. 12 ay ayıqlığım var. Burada sağalma olmasaydı, mən 12 ay burada qalmazdım. 2 il 3 aydır ayığım. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə almışam. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 22 aydır ki, ayıq həyat yaşayıram. Azad Həyat Reabilitasiya Mərkəzində yaşından, stajından asılı olmayaraq nəticə almaq olur. Nəticəmiz göz qabağında. Yəqin kişini də bu öldürüb. Kişi elə yaman günə qalsın, o da elə birinci idilər. O doğma atası deyildi, düzdür. O da narkoman idi. O da narkoman idi, narkomanlıqdan öldü. Vallahi bilmirdim, oğlum, vallahi Kur'an'a and olsun. Ben bilmirdim ki narkoman idi. Sonradan çıxılar aşkara, o göbələklər kimi. Yağış değən kimi göbəklər kimi çıxırlar meydana, ortalığa. Yıxdılar mənim evimi, qoydular. Yıxdılar, hər bir tərəfdən qoydular mənim evimi. Hələ sağ vaxtında bir də görürdün ki, qırırlar bir-birini. Bir də görürdün ki,
mal davat eləyirlər. Ona çox düşər, buna az düşər. Birinə vururlar, nə bilim neyini. Oyun çıxardıblar da, oyun çıxardıblar. Hamısı bax, ürəyimdə daşla dönüb qalıb, hamısı. Hamısı ürəyimdə daş bağlayıb. Bir köməkli eləyənim də yoxdur. Cəmaat eləmir də. İnanırsınız ki, ya, elə bir kiməsə deyim ki, ya, bir kömək deyəcəklər, o boyda oğlum var, getsin işləsin də. Hansı, deyə bilmirəm ki, bilsə gəlib işləyər də. Hardan gətirsin? Heç də deyə bilmirəm. Heç kimdən heç də istəyə bilmirəm. Adam nə qədər az-tuz qalar, nə qədər, nə bilim. Bir ailə dramı. Narkotik vasitələrin qurbanı olan oğul və ana. Bəşəriyyətin bəlasıdır bu. Sağalmaz bir xəstəlikdir. 100-dən 1 nəfər, 2 nəfər sağalar, sağalmaz. Barmağının ucunu batırdınsa bu bataqlığa... Bəli, yaxın durmasınlar, Allah and olsun. Yəni, yazıqlar gəlsin, özlərinə, ailəsinə yazıqlar gəlsin. Yəni, bundan pis bəla yoxdur. Yəni, sağalmaz bir xəstəlik deyil, bəla deyim, nə bilim, belə bir şey yəni, yer üzündə yoxdur. Kayfı olur heç olmasa, o perixod deyirlər, isilirlər. Vallahi yox, o bir dəfə birincidən, yəni, o da heç, nə bilim, mən yəni, heç nə başa düşməmişəm. Bunu eləyirəm ki, yəni, normal adam olum. Yəni, yerimdən durum gəzə bilim, yəni, yemək yeyə bilim. Yəni, kayf zad mən heç nə başa düşməmişəm. Yalandan o deyirlər, bu kayf belə, on kayf belə. Yəni, adam o yola çəkmək üçün deyirlər. Səni də öz günlərinə salsınlar. Nə var, sənə pul var, sonra onlar da gəlib alsınlar, bir yerdə eləyəsin. Mən eləncin oldum mən. O yola heç yaxın, yəni, gedməyin məsləhət dedim. İndi bilirsən, indi bilirsən. Bilməmişəm vaxtında, mən bilsəydim vaxtında Allah haqqında. Məni dayı öldürəndən sonra dayı neyinirəm da? İndi bilməyimi. Allah'ım bilsin, Allah'ım bilsin, Allah'ım bilsin özün şəfabı, özün kömək olsun sənə. Mən bilmirəm dayı. Mən bilmirəm nə təhər olsun. Qurban olum Allah'a, özün kömək olsun. Çox incitmisən məni, çox incitmisən. Çox incitmisən məni. Bir oğul ki anaya əl qaldıra, bir oğul ki ananı sürüyə, bir oğul ki nə bilim zülüm verəyə anaya, o heç vaxtı yaxşı gün görməyəcək. Amma yenə də deyirəm ki, Allah yardımcın olsun, Allah özü köməyin olsun. Allah özü səndən kömək edəsin. Yalvarıram sizə, ay oğlum, köməkli eləyiz mənə. Mənə yox, ona köməkli eləyiz. Eyb yoxdur, mən bu vaxta qədər nətər dolanmışam, nətər yaşayaram, bir qarnım aç, yemərəm, içmərəm, amma bilərəm ki, gedib o sağaldı orada. Qoy geçsin, heç də istəmirəm, vallahi istəmirəm. Qoy geçsin, sağalsın.
Dayı utanıram, ölürəm, hamı kimi görürəm, hamı narkoman, belə şey olar, belə dərd olar, düşmüşük. Elə bilirəm ki, ya ölənəcən ya beləsini olacam da ya inanmıram. Qurban olmaq bir dənə Allah özü kömək olsun, bir dənə sağalım bu yoldan. Gecə yata bilmirəm, səhəri fikirləşirəm, səhər pul hardan tapacam. Pul tapırsam, mal hardan tapacam. Nə qədər olar beləncə bugün 37 yaşım var, nə ailə qurmuşam, nə bir şey. Oğlum inan, bax qurban olmuş, sən də mənim balamsan. Daha utanmaqdan gəlməyim. Bir dünya paltar yığılıb qalıb. İşləmir əlim, yuya bilmirəm, eləyə bilmirəm, bu da eləmir. Mən kimi gətirim, kimi çağırım eləsin mən. Bir dənə süpürgəni tuta bilmirəm əlimdə. Elə bir, o da elə bir. Neçə vaxtı bax bu cür dərdlə, bəla ilə yaşayırsınız? Mən elə ömrü boyu belə olmuşam. Gör 20 yaşından bu belədirsən, mən gör neçə yaşından beləyəm. Ana, olub ki, heç oğlunuz üçün ölüm arzu eləmisiniz? Hə, hər gün arzulayıram. Düz deyə ürəyim gəlməsin, amma vallahi arzulayıram. Ölsə deyirəm ki, yəni bir dəfəli bilərəm ki, öldü. Apardım, bastırdım. 3 gün, 5 gün, 10 gün, 1 il, 5 ay, 5 il ağlayacaqsın, neyləməzsən. Ondan sonra gedəcək də. Hamı kim, o da gedəcək. Onsuz da belə davam eləməklə bu yaşayan deyil. Yaşamayacaq onsuz da. Ölüm arzulamısan deyəndə ki, neyliyim? Ya mən ölüm, ya o ölsün. İkimiz qala bilmirik. Mən də ölmək istəyirəm, neyliyim? Əl çəkir ki, yaxamdan ölüm. Ara əl çəkir. Məcburam elə bil, mən hər şeyə məcburam. Hər bir şeyə məcburam. Bugün yemək yemişsiniz ana? Ha? Nə yemişsiniz bugün? İstəmirəm heç nə. Yemək hardan gəlir bazarlığınız? Pul hardan gəlir? Nə tər dolanırsınız? Bazarlıq hardan gələcək? Ay qurban olum sənə, hardan gələcək? Gəlir yerim var ki, gəlsin. Valideynlərə nə demək istəyirdiniz? Övladlarını necə qorusunlar? Nə tər? Valideynlərə demək istəyirəm ki, yəni çox nəzarətdə olsunlar, çox diqqətli olsunlar, boş buraxmasınlar uşaqlarını. Həqiqətən də istədiyindən, sevdiyindən alasan da, istəyirsən hər şey deyəsən, amma eləməsinlər. Nə badə, vallahi axırı yaxşı olmur. Yaxşı olmur. Nə deyini alırdım, nə deyini verirdim, nə deyini yedizdirirdim, içizdirirdim. Axırda da bax beləciyinə. Eləməsinlər. Valideynlər eləməsinlər. Çox nəzarətli olsunlar uşaqlarının üstündə. Boş buraxmasınlar. Oğlanı saxlamaq qızdan betərdir. Allaha and olsun. Qız verirsən birinə çıxır gedir. Oğlan mümkün deyil. Ana, getdik biz. Sənə qurban olaram. Sağ olun. Getdik. Sağ eləsin. Nail, haçan xəbər verərsən. Haçan sevindirərsən məni. İnşallah ana, tezliklə. Qurban olum sənə. Ayaqlarımın altında ölüm. Tezliklə elə qurban olum sənə. Özdəki belədəki haçan ürəyin istənsə, haçan belə bir ana kimi sən qulluğunda hazıram durmağa oğlum. Allah hamd olsun. Buna hamd olsun oğlum. Can. Sən də mənim oğlum. Çalışacağım sizi bu bəladan qutaraq ana. Əlimdən gələni eləyəcəm.
Can, sənin ayaqlarının altı Allah görüm. eləməsin. Dəstək ol girən, mənə də dəstək ol girən ki, bunu bir günə çıxardaq. Sənə qurban olum, oğlum. Allah Sağ köməyin ol. olsun, oğlum. Sağ ol, atam, sağ ol. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki azad yaşayış özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.